Bugün Prezident İlham Əliyevin Gürcüstana gözlənilən səfəri baş tutdu. 2 gün davam edəcək səfər çərçivəsində dövlət başçısının bir sıra görüşləri olacaq. Gürcüstanlı həmkarı Georgiy Margvelashvili ilə görüşdə əsas iki ölkə arasında siyasi, təhlükəsizlik, ticarət, iqtisadiyyat, tranzit əməkdaşlığı olub. Gürcüstanın bir müddət əvvəl qaz məsələsi ilə bağlı Gazpromla danışıqları ortaya çıxdığından bu səfərdə də əsas müzakirələrin elə qaz məsələsi olacağı gözlənilir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın hələ uzun müddət çatacaq neft, qaz ehtiyatları var. Seçkilərdən sonra ilk xarici səfərini dövlət başçısı Gürcüstana etməsini də xüsusi vurğulayıb. Səfər barədə ətraflı Gürcüstan büromuzdan Nəriman Hüseynov xəbər verir. Günorta saatlarında Gürcüstana gələn Azərbaycanın ölkə başçısı Energetika naziri Kaxa Kaladze və Prezident administrasiyasının üzvləri tərəfindən qarşılandı. Prezidentin ilk ziyarət etdiyi məkan Heydər Əliyevin adını daşıyan parkdakı abidəsi oldu. Ardından isə Qəhrəmanlar meydanına gələrək müxtəlif zamanlarda Gürcüstanda gedən döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsini yad etdi. Daha sonra İlham Əliyevin Gürcüstan prezidentinin malikanəsində təntənəli şəkildə qarşılanma mərasimi baş tutdu. Mərasimin ardından Prezident Georgiy Margvelashvili ilə İlham Əliyev arasında təkbətək və geniş tərkibli görüşlər keçirildi. Bu görüşlərdən sonra prezidentlər siyasi, təhlükəsizlik, ticarət, iqtisadiyyat, nəqliyyat, mədəniyyət, təhsil, elm sahələrində iki tərəfli əməkdaşlığın dərinləşməsinə dair sənədlər imzaladılar. Rita, qeyd edim ki, Prezident İlham Əliyevin Gürcüstana səfəri artıq bir neçə gündür ki, hər iki ölkənin mətbuatında geniş şəkildə müzakirə olunur. Çünki bu səfər Gürcüstanın qaz almaq üçün Gazpromla apardığı danışıqlarla eyni zamanda baş tutur. Bu səbəbdən də Azərbaycan prezidentinin Gürcüstanın dövlət rəhbərləri ilə görüşlərində qaz məsələsini də müzakirə etdiyi və edəcəyi güman olunur. Görüşdən sonra mətbuata açıqlamada Prezident İlham Əliyev də məhz enerji ilə bağlı ciddi bəyanatlar səsləndirdi. Sabah, yəni səfərin ikinci günündə Prezident İlham Əliyev Gürcü həmkarı ilə birlikdə Marneolidə yerli soydaşlarımızla görüş keçirəcək və burada fəaliyyət göstərən soyuducu anbarın işi ilə tanış olacaq. Günün ikinci yarısında isə Prezidentin baş naziri İrakli Qaribaşvili və parlamentin sədri David Usupaşvili ilə görüşləri gözlənilir.